Salam, hər vaxtınız xeyirli, gününüz uğurlu olsun. Dəyərli izləyicilərim, xoş gördük sizləri. Bugün yenə qışa hazırlığım davam edir. Ən asan üsul ilə badımcan ikrasını necə hazırlayıram, bunu sizlər üçün paylaşacağam. Həm asan, həm də tez başa gəlir. İllərdir ki, bu üsulla hazırlayıram. Düzdür, sobada da hazırlamışam, közdə də hazırlamışam, amma ən asandır budur mənim üçün. Ərzaqlarımız nədən ibarətdir? Badımcandır, yer kökü, pomidor, soğan, acı biber, şirin biber, sarımsaq. Mən bu dəfə ərzaqlarımızı azaltmışam. 3 kilo badımcanın ikrasını hazırlayacağam. Siz istəsəz ərzaqlarımızı çoxalda da bilərsiniz. Nə etdim? Badımcanı soydum və doğrayıram bu formada. Duza qoyacağam ki, acılığı çıxsın. Əziyyətə dəyər verən, videolarımı izləyən, bəyənən, şərhlər yazan hər kəsə öncədən təşəkkür edirəm. Allah razı olsun deyirəm. Badımcanı soydum, doğradım və üzərinə duz əlavə edib kənara qoyuram ki, acılığı çıxsın. Digər ərzaqlarımızın qabıqlarını hamısını soyuram. Bütün ərzaqlarımızın hamısını gördüyünüz kimi soydum, yudum və bunları maşından keçirdəcəm. Müxtəlif növdə badımcan ikrası hazırlamışam. Həm doğrayıb hazırlamışam, həm blenderdən keçirib hazırlamışam, həm də belə ət maşınından keçirib hazırlamışam. Ən asandı budur mənim üçün. Hər ildə bunu edirəm. Badımcanı da təmiz-təmiz yuyuram ki, qara suyu çıxsın, acılığı çıxsın. Bütün ərzaqlarımızın hamısını maşından keçirtdim, gördüyünüz kimi. Keçirik bişirməyə. Tavamıza ilk öncə soğan əlavə edirəm. Və üzərinə duru yağ əlavə edirəm. Qeyd edim ki, mən günə baxan yağı ilə hazırlayıram. Soğan biraz qovrulandan sonra üzərinə yer kökünü əlavə edirəm. Ərzaqlarımızın hamısını bir-bir yaxşı qovurun ki, xarab olma ehtimalı olmasın. Gördüyünüz kimi yer kökünü də yaxşı-yaxşı qovurdum. Üzərinə badımcanı əlavə edirəm. Ərzaqlarımızı əlavə etdikcə yaxşı-yaxşı qarışdırın ki, dibi yapışıb yanmasın. Bilirsiniz, bunun dibi tez yapışır. Ona görə də nəzarətdə saxlayın. Ərzaqlarımızı əlavə etdikcə yağına da baxıram. Əgər yağı azalıbsa, yağını da əlavə edirəm. Ümumilikdə 800 qram yağ istifadə etmiş oldum bu reseptimizə. Çalışın ki, bişirərkən içərisində badımcan çiğ qalmasın. Çünki çiğ qalmış olarsa, xarab olma ehtimalı yüksək olur. Üzərinə duz əlavə edirəm. Və üzərinə biber əlavə etdim. Həm qırmızı biber, həm yaşıl biber keçirmişdim maşından. Ərzaqlarımızın miqdarını istəsəz açıqlama bölümündə yazaram.
Hamısını yaxşı-yaxşı qovurandan sonra sonda pomidor əlavə edirəm. Pomidor sulu olduğu üçün sonda əlavə edirəm ki, biraz da suyunda yaxşı bişsin. Və tam bişəndən sonra, yağa düşəndən sonra üzərinə bir dəstə cəfəri əlavə edirəm. Siz istəsəz cəfərini əlavə etməyə də bilərsiniz. Zövqlər müxtəlifdir. Mən belə sevirəm, ona görə də əlavə edirəm. 10 dəqiqədə cəfəri ilə bişirib götürürəm. Artıq gördüyünüz kimi ikramız bişdi, hazır oldu. Asan və tez başa gələn ikramız hazır oldu və bankalara yığıram. Dörd ədəd banka çıxdı mənim bu reseptimdən. Çox dadlı, ləzzətli bir ikra alındı. Qapaqlarını örtüb bunu bir 20 dəqiqədə qaynadıram, tam qarantili olsun deyə. Gördüyünüz kimi 20 dəqiqədə qaynatdım, yağı da üzərinə çıxıb, qapaqlarını bərk-bərk bağlayıram. Qeyd edim ki, qapaqlar təzə olmalıdır, hava çəkməsin deyə. Bəli, dəyərli izləyicilərimiz, bir faydalı videonun daha sonuna gəldik. Asan və tez başa gələn badımcan ikramımız hazır oldu. Paylaşdığım videolar kimlərəsə fayda olursa, videolarımı izləyərkən bəyənməyi unutmayın. Hazırlayacaq olan hər kəsə nuş olsun, mənə də xoş olsun. Allah əmanət olun.